Səninəm öz xəyalımda hər şeyim sən bu dünyada ürəyim sənlə döyünür gözlərim tək səni görür səninlə ayrıldıq bir zaman adi həyatda qovuşmadan bir-birimizi tanımadan ayrıldıq o an səninəm öz xəyalımda hər şeyim sən bu dünyada ürəyim sənlə döyünür gözlərim tək səni görür Bravo. Səninlə ayrıldıq bir zaman adi həyatda qovuşmadan bir-birimizi tanımadan ayrıldıq o an. Hoş gelmişsən. Çox sağ olun, Təqdim xoş elə gəldiniz. özünü. Mədinə Mirzəyeva, 23 yaş, Bakı şəhərindən qatılıram. Mədinə, mən başlayayım çünki bu mahnı ilə çox böyük xatirələrim var. İllərin iki mahnısı var ki, onları mən çox sevərək və kövrəlib dinləmişəm. Bugün deyə bilmərəm ki, sən onu enlərədən pis oxudun. Qətiyyən. Hətta səsinin diapazonu, hər şeyi. Amma elə bir ki, mahnı üçün çox balacaydın. Və mən onu hiss etdim. Yəni, ona görə də dönmədim. Amma içimdə bir duyğu var ki, sən bir gün gələndə mən sənə dönəcəm. Çox sağ olun. Yuxarı notlarda, onlarda özün də yəqin baxanda onu görəcəksən ki, düzgün vurulmurdu. Elə bir səsin çatmırdı. Həyəcanlanırdı, istəyirdi amma hər şey eləmək çox eləyirdi onu. Bu mahnı üçün hazır değildi səsin. Onu sən sonra özün dinləyəndə özünü görəcəksən, hiss eləyəcəksən və biləcəksən ki, hansı iradları mən deyirəm, söyləyirəm. Belə də ki, Səs Azərbaycan davam eləyəcək. Yaxşıcana, mükəmməlcəsinə hazırlaşıb gələrsən. Mədinə, mahnının girişində səs biraz qeyri-stabil idi. Biraz səndələdi notlar, həyəcanı hiss elətdirdiniz. Amma sonra özünüzü toplaya bildiniz. Mən təəssüf ki, deyə bilməyəcəm. Əziz həmkarımla razılaşmıram ki, Elnarədən yaxşı deyildi. Amma... Necə yəni? Necə var? Nə barədə? Elnarədən yaxşı deyildi. Yəni Elnarə daha yaxşı oxuyur. Mən onu demək istəyirəm ki, mən deyə bilmərəm ki, o pis oxudu da. Pis oxumadı, təbii ki, pis oxumadı. Pis deyilməz. Amma Elnarə elə bir ifaçıdır ki, ona görə dönmədik ki, sən pis oxudun, yəni, başa düşdün. Hər kəsin öz axtardığı səs var. Elnarə onu belə daha, yəni, hekayəni bir qadınsı, bir çatdıra bildi. Burada elə bildim ki, təcrübəli, bəli. Səndə elə bildim ki, hələ 10 yaşı var. Və bu mahnı xoşlayır. Və bizi təcrübələndirməyə istəyir. Dayanıb, onun üçün ifa edir. 23 yaşım var. 23 yaşım var. Yenə də elədi, amma elə sizin təqdimatınızda bəli, bu bir yeniyetmə sevgisi idi. Bir də Elnarədə bir xüsusiyyət var ki, bu artikulyasiya məsələsinə çox ciddi yanaşır. Mən ona həmişə sənətkar deyirəm. Və misal üçün Elnarə hər sözündə heç vaxt xər demir. Bu məqamlara siz gərək diqqət yetirəydiniz. Çünki bu Elnarənin mahnısıdır və Elnarə belə oxumayıb deyə siz də gərək onu o məqamlara əhəmiyyət verəydiniz. Mən biraz seçici yanaşdım, ona görə yəqin ki, düyməni basmadım. Amma həyat davam edir, çox gəncsiniz hələ. Quzum,
Biz sənə inanırıq, sən üzərində işləyəcəksən və bir gün sənə dönəcəyik. Əgər sən bu sənəti çox sevirsənsə, yenə gəl, öpürük səni. Çox sağ Gəl, olun. gəl əziz, gəl görüşək. Mədinə! 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 Uğurlar olsun sizə, uğurlar olsun. Amma məyus olmayın, həyat irəlidədir Mədinə. Həyat hələ yeni başlayır. Uğurlar sizə, çox gəncsiniz. Uğurlar.